Deməli, uşaqlar, davam eləyək. Monitoring 6. Yazıbdır ki, silindrin oturacağının diametri 18, silindrin həcmini istəyir. Əvvəlki monitoringlərdə var idi uşaqlar. S oturacaq vurur, H hündürlük. O da bərabərdir. Pi verilibdir. Deyir ki, pini qəbul elə 3. Diametr 18-dirsə, radius bilirik ki, 9-dur. Diametrin yarısıdır. 9-un kvadratı vur. Hündürlüyümüz uşaqlar 8-dir. 81, 8-ə vurduq 648, 13-ə vuranda 4, 2 yadda 12, 2 yadda 14, 1 yadda 1944 eləyir. Doğru cavab olur A variantı. Yazıb AB və BA iki rəqəmli ədədlərdir. Rəqəmləri cəmi 19-dur. AB ilə BA-nın cəmini tapın. Bunu əslində belə də düşünə bilərik uşaqlar. A ilə B-ni topladıq neçə eləyir? 17. 7 yazıram 1 yadda. A ilə B-ni topladıq 17. 1 də yadda 18. 187 o da variantı. Yerinə rəqəm qoymaq da olardı mı? Bəli. Zaten toplayanda 17 eləyən rəqəmlər 8 və 9-dur. 98 üstə gəl 89 eyni cavab edəcək. Düzbucaqlının uzunluğunu 25% azaltdılar. Yəni oldu 75%. Enini isə 20% artırdılar. Yəni oldu 120%. Sahəsi necə faiz azalar? Uşaqlar, bunu ədədə də çevirə bilərsiniz ya da belə yazıb, təzədən 100-ə bölsəz də eyni nəticəni alarsınız. İxtisar aparıram 4-də 3. 120-ni 3-ə vurub 4-ə böləndə eləyir 36%. Yox, bir də gözüm uşaqlar, bununla bu gedir. Neçə eləyir? Üzr sayın, 100-ə bölməyini götürmüşəm. 4-də 3 yazmışıq axı burada. Deməli, 360 onu 4-ə böləndə eləyir 90%. Sahə, hər bir şey başlanğıcda 1-2-100%-dir. 90%-da deməli azalma baş verib. Neçə faiz azalıb? Fərqimiz 10%-dir. Gələk bura uşaqlar. Burada nədən istifadə edəcəksiniz? Bizim belə bir xassəmiz var idi. Əbobun eyni ədədlərin, təbii ki, əbobun nəkovuna hasili bizə onların hasilini verirlər. Yəni, bu vuraq bu, 210 vuraq x-i verir. O da bərabərdir 6 vuraq 1000, 5040. Bununla bu gedir uşaqlar. 21x bərabərdir. 504-ü vurursunuz 6-ya. Eləyəcəkdir 24, bu da belə 3024 eləyir. X tapmaq üçün 3024-ü bölürsünüz 21-ə. 30-un içində bir dəfə olacaq. Deməli qalır 92, 92-nin içində də siz gəlin kənarda hesablayaq. Əslində ixtisarla daha rahat gedərdim məncə. 3-ə böldük 7, 3-ə bölsəz 1008 eləyir. Onu da 7-yə böləndə 1, 30-un içində 4, 4, 144 eləyir cavabımız. O da olur B variantı. Və buradaymışkən əslində vurmadan da ixtisar aparsaq daha yaxşı olardı. Çünki bərabərliyin hər tərəfini olsa deyənədə sıfırdan fərqli. Ədədə vurmaq, bölmək olar. Toplamaq, çıxmaq dəmsin. Abunəçi deyir, telefonu yığarkən axırıncı rəqəm 10-dur. Baxın, istənilən bir telefon rəqəminin axırıncı rəqəmi 0-da ola bilər, 1-də, 2-də, 3-də, 4-də, ta ki 9-a qədər ola bilər. 10 dənə seçim şansımız var. Lazımi rəqəm yığması. Təbii ki, məsələn, mənim tutaq nömrəmin axırı 87-60-da, misal üçün, son rəqəm 0-la bitir. Yəni, bu 10 dənə rəqəmdən yalnız 1 ilə bitə bilər də, 1 dənə rəqəm lazımdır. O da 10-da 1-dir, C variantı. Hesablama başlanğıcından nöqtələrinə qədər olan məsafələrin cəmi. Hesablama başlanğıcı 0-dır. 0-dan mənfi 12-yə qədər olan məsafə 12-dir. Yəni, modulları götürülür. 0-dan 8-ə qədər məsafə 8, 0-dan mənfi 11-ə qədər məsafə 11, 0-dan mənfi 6-ya qədər məsafə 6-dır. Cəmləri uşaqlara gələcəkdir 37. Doğru cavab olur D variantı. Gələk bura. Bütöv parça 100%-dir. 60% sol tərəfə düşürsə, 40% sağa düşür. Bizdən AB-ni istəyir. Tənasüb quraram. 40% əgər 12-dirsə, AB, yəni 60%-i nə qədər olar? Düz asılıqdır, çarpaz vururam. 40x bərabərdir 720-yə, x bərabərdir 24-ə. 24 yox, 72-ni 4-ə bölüm 18-ə. Doğru cavab olur D variantı. Ümumi AC parçasını istəsə, 18 ilə 12-ni toplayardıq. Deməli, sahəsi 48 olan düzbucaqlının uzunluğu əbob 24-36. Sadə vuruqları ayırırdıq uşaqlar əbobda. Ortaqları tapırıq. Məsələn, cavab 12-də, amma sizin üçün ətraflı yazıq. Bəlkə kimisə yadından çıxmış ola bilər. Sadə vuruqları ayırırıq. Ortaqları seçirik. Ortaq sadə vuruqların hasilidir. 2, 2, 3. 2, 2, 3. Vurduz eləyir 12. Bu 12-dir. 12-ni nəyə vuranda 48 eləyir? 4-ə. Bizdən də enini istəyir, o da 4-dür, D variantı. Şəkildə neçə parça var? Belə də saya bilərsiniz. A ilə başlayanlar 1, 2, 3, 4,
B ilə başlayan 3, C ilə başlayan 2, D ilə başlayan 1 olacaq. Çünki uşaqlar B-A-nı götürmürsən, onsuz da B-ni götürmürsən də. Ondan varsa D variantı. Ya da bunun düsturu var. Düz xətt üzərində neçə dənə n sayda əgər nöqtə varsa, n vuraq n-1 bölü 2-dir. Parçaların sayı. 1, 2, 3, 4, 5. 5 dənə nöqtə var. 5 vuraq 5 minus 1 bölü 2. 5 vuraq 4 bölü 2 eləyir 10 dənə. Doğru cavab olacaq yenə 10. 450 litr meyvə şirəsi 2-3-4 ədədləri ilə mütənasib. Mütənasib deyirsə, deməli düz mütənasib nəzərdə tutulur da. Tərs olsaydı qeyd eləyərdi. Hissələrə bölünübdür. Cəmi uşaqlar edir 9x 450, x bərabər 50. Birinci qabda 2-ni 50-yə vururam 100, ikincidə 150, dördüncüdə isə 200-dür. Bizdə deyir ki, böyük qabda neçə litr meyvə şirəsi var? 200 litr, o da D variantı. Kitabın deyir, kitabın 208 səhifəsi var. Şagird birinci gün onun 4də 1 hissəsini, ikinci gün isə qalan hissənin yarısının 3 dəfə az. Birinci gün 4də 1-ini. İkinci gün qalanın, yəni 4də 3-ün yarısı, yəni 2də 1-indən 3 dəfə az. 3 dəfə az deyəndə 3-ə bölmədi, yəni 3də 1-ə vurursunuz. Bunlar gedir uşaqlar, deməli 8də 1-i qədər istifadə olunur. Oxunubdur daha doğrusu. Oxunmamış səhifə hansı hissəsidir? Bax, 4də 1-ini, yəni 8də 2-sini birinci gün, 8də 1-ini ikinci gün, cəmi 8də 3 oxunub, qalıbdır 8də 5-i. 208-in 8də 5-ini tapırsınız. 208-i 8-ə bölüb 5-ə vuracaqsınız. Eləyir 26, onu da 5-ə vuranda 130 eləyir. Doğru cavab olacaq B variantı. Yazıb çevrənin radiusu 12-dir. Şəkildə əsasən çevrənin uzunluğunu deyir tapın. Şəkildə əsasən çevrənin uzunluğunu tapın. Burada biraz indi yaxşı bir şey verməyibdir. Nə mənada deyəcəm sizə. Baxın, çevrənin uzunluğu düsturu 2 pi-dir. 2 vurulsun, 3 vurulsun, pi-miz 3-dür. Burada deyib elə. Radius da 12-dir. Vurduq yaxşı bunu elədi. 12-ni 3-ə vurduq 36, 72. Cavab C-dir. Bütöv çevrənin uzunluğu deyir. Şəkli prosto niyə verə belə maraqlıdır. Əgər bax belə bir sualda düşə bilər də, misal üçün deyək. İndi burada çevrənin uzunluğu deyir, yazdıq 72, bitdi. Desək ki, bax bu alınan fiqurun ətraflarının mı, bu formada olan nə bilim hansısa torpaq sahəsinin hasarı misal üçün deyək də, misal üçün. Desə o zaman bax bunun ətrafları toplanmalıdır. Bunun ətraflarını toplayanda nə edirsiniz? Bura radiusda 12, bura radiusda 12, bura isə çevrənin 4də 1-idir. 72-nin 4də 1-i eləyir 18. 12, 12, 18 cəmi edəcək 48. Yaxşımı? Burada elə sadə sualda şəkli niyə elə verib? Burası maraqlıdır. Sildik. 38-də oturacağının diametri hər bir şey verib. Silindirin səthinin sahəsini istəyir. Oturacağının diametri yazıb. Burada 16 kvadrat desimetr yazıb. Təbii ki, bunu silirik. Çünki diametr uzunluq vahidindən olmalıydı. Elə 16 desimetr olmalıydı. Pi kvadrat vurulsun h uşaqlar. Pi-miz 3,14-dür. Əgər diametrimiz 16-dırsa uşaqlar, radiusumuz olacaqdır 8. 8-in kvadratı vur, hündürlüyümüz də 9-dur. 3,14 vuraq. 8-in kvadratı uşaqlar eləyir 64. Vurulsun 9. Bunu da bir-birinə vursaq, 3,14-ü vuraq 64-ə, onu da vuraq 9-a. Doğru cavab olacaq 1808,64. Doğru cavab olur A variantı. Sonra gələk bura. Yazıbdır ki, yaşı 16-dan az olan şagirdlərin sayını tapın. Yaşı 16-dan az olan. Bax, uşaqlar, bunları bir dənə çıxırsınız da. Düzdürmü? Çünki burada 17-20 aralıqdır. Yəni 16-dan çox olanlar bunlardır. Bunlardan başqa hamısını sayırsınız. 4, 6, 8, 10. Toplasaz bunları 24-28 nəfər edir. O da C variantı. Şəkildə verilibdir belə bir ifadə. Baxın, mən bunu vətərin xassələrində demişəm ki, mən məktəbdə indi dərs keçmişəmsə. Baxın, verilmiş şəkildə çevrənin O mərkəzindən A, B və C-də bərabər vətərlərinə. Əgər vətərlər bərabərdirsə, onların mərkəzdən olan məsafələri də 100% bərabərdir. Vətərlərin gəldiyi qövslər bərabərdirsə, vətərlər özləri də bərabərdir. Və s. Bu kimi qaydalar var. O, n bərabərdir ilə o n. Çünki vətərlər bərabərdirsə, onların mərkəzdən olan məsafələri də bərabərdir. 2x plus 5 bərabər 4x plus 3. Bunların fərqi 2x, ədədlərin fərqi 2x bərabərdir 1-ə. Doğru cavab olur A variantı. Atanın maaşı oğlun maaşından 30 manat çoxdur. Oğlu x-i, ata 30 manat çox, x plus 30-dur. Atanın maaşı 84 manatdırsa, deməli oğlun maaşı uşaqlar 54-dür.
oğlun maaşını 72 manat artırarlarsa, atanın maaşı oğlun maaşından neçə manat çox olar? İndi baxın uşaqlar. Oğlun əvvəl alırdı 54 manat, indi artırıblar maaşını 72 manat, olub da deməli 126 manat. Ata 84 alır, oğlun maaşı artdı deyə 126 alır. 126-dan 84 çıxırıq 242. Hal-hazırki fərqləri oğlun maaşı artandan sonra 42 manatdır. Maaşlar biraz yüksəkdir. Neysə. Azad ilə deyir, Nihadın yaşları cəmi 48. Onlar 2 il tez doğulsaydılar, yaşları cəmi neçə olardı? Hal-hazırda uşağın 10 yaşı var. 2 il əvvəl, məsələn, doğulsaydı, 2 il tez doğulsaydı, 12 yaşı olardı. Yəni, hər birinin yaşını 2 vahid artırırıq. İndiki yaşlarının cəmi 48-dirsə, 2 buna artıranda 2 il tez dünyaya gəlsəydilər, yaşlarının cəmi 52 olardı uşaqlar. Deyir ki, 2 yerə ayrılmışdır. Bu ədədlərin böyük kiçiyindən neçə vahid çoxdur? 1 2x-dir, 1 3x-dir, cəmi 5x 600-dür. X bərabərdir 120-yə. Bunlar arasındakı fərq elə x-a 120-yə bərabər. Doğru cavab olur uşaqlar. C variantı. 44-də boş hovuzu biri 13 saata, digəri 7 saata doldurur. Hər ikisi birlikdə eyni zamanda açılarsa 1 saata hansı hissəsi dolar? 1 saata bunun 13-də biri, bunun 7-də biri dolur. Ortaq məxrəc 91-dir. Birincinin hər tərəfini 7-yə vururam, 91-də 7. İkincidə 13-ə vururam, 91-də 13. Cəmi 91-də 20 hissəsi doludur. Cavab adı. Boş desəydi 91-də 71 yazardıq. Zamanı soruşsaydı, burada necə tərsini tapdıqsa, 1 saat əgər 91-də 20-sini doldurursa, deməli, zaman 20-də 91 saat olardı. Həcmi verib, hündürlüyü verib, oturacağın sahəsini istəyir. Həcmi bilirik ki, silindirin oturacağın sahəsinin hündürlüyü hasilidir. Oturacağın sahəsini tapmaq üçün 250 bərabərdir. 10 vuraq nə? Onu nəyə vursam 250 eləyər? 25-ə doğru cavab olur. B variantı. Fiqurun perimetrini istəyir, tapaq uşaqlar. Ətrafdakı bütün parçaların cəmini tapırıq. İndi baxın. Belə deyək də, uşaqlar. Bax, bura 10, bura 4, bura 16. Cəmi elədi uşaqlar 34. 42 olması üçün bura çatmır. Deməli, 42-dən 34 çıxırıq, 8 qalır bura. Sonra, bir başqa variantda deyəcəm sonda. Bura deməli 10 uşaqlar. Bura 6. Yox, bura 6, bura 6. Hissəsində buna gərək var ki, bax, belə bir şey izahlayayım sizə. Bax, belə bir şey izahlayayım sizə. Bax, gəlin belə deyək, rahatlıq üçün. Bax, bunu gətirib bura qoysaq. Bu ləğv oldu da buradan, düzdür. Elə deyilmi? Bunu ləğv edib bura qoysaq. Bunu ləğv edib bura qoysaq. Sonra bax, rəngi dəyişim markerin. Bunu ləğv edib bura qoysaq. Bunu ləğv edib bura qoysaq. Bunu ləğv edib bura qoysaq. Elə bütöv düz bucaqlı alınmır. Razısız. Bütöv düz bucaqlı alınır. Bunun perimetrini tapmaq üçün 42 uzunluğu, 10 bura, 24 bura. 34 də eynidir. 2 dənə 34, 2 dənə 42. Cəmi eləyir 2 vuraq 76, yəni 152. Doğru cavab olacaq 152. En yaxşı variant budur. Kitab dəftərdən 5 manat bahadır. Kitaba uşaqlar, dəftərə x, kitaba onda deyirik x plus 5. 2 kitab 2x plus 10 eləyir. 5 dəftər 5x eləyir. Cəmi 17 manat veriblər. 7x bərabər 7x bərabər 1. Deməli, dəftər 1, kitab 6 manat uşaqlar. Kitab neçəyədir? Kitab 6 manatdır. Doğrudan da 6-nı 2-yə vuranda 16, 12 daha doğrusu 5-i 1-ə vuranda 5, toplayanda 17 eləyir. 6 traktor sahəni 10 günə, 4 traktor neçə günə yerinə yetirər? Tərs asılıqdır. Ümumiyyətlə, işi görənlərin sayınla həmin işi görməyə sərf olunan zaman burada müxtəlif anlayışlar ola bilər. Fəhlə zaman məsələləri ola bilər. Deməli, fəhlə zaman məsələləri ola bilər uşaqlar. Ola bilər sürətlə, belə deyək, zaman. Bunlar hamısı tərs asılıqdır. Tərs asılıqda qarşı-qarşıya vururuq. Ya da bu neçə dəfə azalıbdırsa, bunu da o dəfə artırırıq. Qarşı-qarşıya vuranda 4x bərabər 60-a, x bərabərdir 15-ə. Bizdən nəyə soruşur? Neçə gün düşünürlər? 15 günə. Sonra yazıbdır ki, çünki məntiqlə işi görənin sayı azaldısa, sərf olunan zaman artacaq da. Fəhlələr müəyyən bir işi 32 saata yerinə yetirirlər. Fəhlələrin sayını 2 dəfə artırsaq, həm zaman nə olar? 2 dəfə azalır uşaqlar. Fəhlə sayı 2 dəfə artarsa, işi görənlər çoxaldı, sərf olunan zaman təbii ki azalacaq.
32-ni 2-yə bölürük, 16 saata görəcəklər. Daha tez yerinə yetirəcəklər. Deyir ki, daxilinə radiusu 7 olan çevrə çəkilib. Bax, 7, 7, 7, 7, 7, 7. Bura oldu mu? 6 dənə radius. Yəni 7 vur 6, 42. Bura 7, bura 7. 14 eləyirmi? Bizdən fiqurun perimetrini istəyir. Perimetri 2 vuraq 14 plus 42. Yəni 2 vuraq 56, 112 eləyir uşaqlar. Doğru cavab olacaq 112. Bu qədər. İndi birazdan da çəkəcəm monitörün 7-ni.